Hər kəsə salam, necəsiz? Bu gün birlikdə sushi salatı hazırlayırıq. Deməli, bu salatı kəşfətdə görəndən bəri elə ağlımda var idi ki, mən də bu salatdan hazırlamalıyam. Həm hazırlanması çox rahat görsənirdi, həm də ləzzətli görünürdü. Bir də yeyənlər hər zaman deyirdi ki, yəni hazırlamaq olar, eyni sushinin dadını verir, niyə də olmasın və s. Mən də sosial mediada gördüyüm bütün hər reseptdən biraz götürüb eləmişəm. Tam resepti isə, yəni mən özüm necə hazırladım, təsvir hissəsində olacaq. Deməli, ilk olaraq bu sosu hazırlayaq. Bu unagi sosudur. Bunu da kəşfətdə bir xanımdan görmüşdüm. Ona minnətdaram bu sosu necə hazırlamağı öyrətdiyi üçün. Bu arada burada heç nədən xəbərsiz düyünü yuyuram. O tərəfdə isə həmin o söhbəti gedən sos daşmaqdadır qəribə bir şəkildə qarışdırmadığım üçün, yəni karamelizə olunurdu. Deməli, sosun tərkibinə nə gedir? Gedir yarım stəkan soya sosu, yarım stəkan şəkər tozu və 4də 1 stəkan 4də 1-dən su və sirkə gedirdi. Səhv xatırlamıramsa 1 xörək qaşığı. Təsvir hissəsində və videonun hansısa bir kənarında, küncündə mütləq şəkildə dəqiq ölçülər yazılmış olacaq. Burada da dediyim kimi düyünü qazana tökdüm. Ondan sonra gördüm ki, sən demə karamelizə olunub harasa gedirmiş sosum. Nəysə, düyünün hazırlanmasında da yumru düyü olsa daha yaxşı olar. Üzərinə də 2 stəkan su töküb qoyuruq qazın üstünə. Təbii ki, o tam suyu özünə çəkib, bişib şişənə kimi gözləyirik. Bu müddətdə də heç sosumu tez-tez qarışdırırdım ki, yəni yenə bayaqkı kimi karamelizə olmasın. Bir də düyünü yapışqan eləmək lazımdır. Həmin o yapışqanlığı vermək üçün də duz, şəkər tozu və yenə sirkəyə ehtiyacımız var. Bu arada sirkə düyü sirkəsi olsa, elə digərlərinin də tərkibində daha yaxşı olar. Amma məndə düyü sirkəsi yox idi, alma sirkəsi var idi, alma sirkəsi vurdum. Yəni kimin evində nə var vursun, yəni bu dəqiqə vacibdirmi sirkənin hansının ev olması? Düşünmürəm, zənn eləmirəm. Deməli, burada 2 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz və 1 xörək qaşığı sirkə lazımdır. Nəsə bunu qarışdırırıq yaxşıca, yəni bir-birinin tərkibinə keçsin. Düyümüz tam hazır olanda düyünü diqqətə saxlamağı unutmayın, çünki yanmış ola bilər. Nəsə, ondan sonra bu sosu da tökürük, başlayırıq qarışdırmağa. Bunu qoyacağıq indi kənara soysun və soyanda çox yapışqan olacaq. Həqiqətən də suşinin içindəki düyü necə olur daha yapışqan. Həmin, yəni formanı tam əldə edədikdə, yəni kəşfətdəki xanıma minnətdaram. Daha sonra keçirik iç hissəsinə. İç hissəsinə istəyirsiniz xiyar vurun, istəyirsiniz yer kökü vurun. Yəni tamamilə sizin zövqünüz və ağız dadınızdan asılıdır. Məsələn, mən elə birini görmüşdüm ki, içinə hətta şey də vurmuşdu. Çürü vurmuşdu və yaxud da avokado vuran da var idi. Dediyim kimi tamamilə sizin damaq zövqünüzdən asılıdır. Bir də mən bu mimoza salatında qat-qat olaraq elə o qat-qat görüntünü almaq üçün xiyarlarda belə nazik səthi kəsməyi fikirləşmişdim. Ona görə bu şəkildə elə soyandan birbaşa kəsdim. Bu arada xiyarı əvvəldən yumuşdum, xəbəriniz olsun. Yəni çikli xiyarın qabığından daha sonra xiyarın içinə vurmamışdım ki, onsuz da mən və anam yeyən olmayacaq. Yenə də xəbərdarlıq kimi. Və burada da bir tərəfinə krab istifadə elədim. Digər bir tərəfinə isə ton balığı. Çünki anam krab yeməyi sevmir, amma sizə deyim ki, çox ləzzətlidir. Yəni bu forması belə duzlu, yəni balıqdan daha dadlıdır deyə bilərəm. Yəni bunu belə yavan da yemək olar kimi bir şey. Hətta orada kəsib ilk dadına baxmışdım və bəyənmişdim. Qəşəngdir. Bunu da çəngəllə didəndə daha rahat olurmuş, onu görmüşdüm deyə mən də sınadım. Həqiqətən də çox rahat oldu. Mən 3 dənə, 3 krab çubuğu istifadə elədim və bunları da qəşəng-qəşəng belə bir-birindən ayıram ki, salatın içində həm də unagi sosu tökəcəm birazdan üstünə. İndi siz də onu videoda görəcəksiniz. Həmin sosu tökəndə belə üstünə daha yaxşı otursun deyə. Heç nə. Burada qəşəng-qəşəng didirəm. Burada başqa bir şey eləyirəmmi? Yox. Sonra ton balığı. Bu arada xüsusilə diqqət edin, əgər allergiyavız varsa ton balığına və sair diqqətli olun və mən indi görəcəksiniz ton balığının yağın üstündən yığacağam. Yağına heç ehtiyac yoxdur. Əgər sulu bir şey almısınızsa suyuna ehtiyac yoxdur. Ton balığından geri nə vura bilərsiniz? Salmon vura bilərsiniz, qızıl balıq vura bilərsiniz. İstədiyiniz hər şeyi vura bilərsiniz. Yəni kef sizindir, yemək sizindir. Nə rəz istəyir vurun. Amma deyim ki, ton balığı ilə birə-bir sushi nə dad verirsə o dadı verdi. Yəni hətta deyərdim ki, krablısından daha ləzzətli idi. Anam da eynisini dedi. Anam bir balaca krabın dadına baxdı və dedi ki, mən tərəfim daha ləzzətlidir. Həqiqətən onun üçün hazırladığım tərəf daha ləzzətli idi. Çünki duzluydu. Krablar biraz şirin təhərdi. Ton balığı isə tam duzlu olduğu üçün tam o dadı yaxalamışdım burada. Çox düşünürəm ki, noriləri alta qoyum yoxsa üstə qoyum. Sonra alta qoymağa qərar verirəm. Üzərinə düyünü indi yayacağam.
Bu arada mən qabımı balaca seçmişdim və 2 dənə Norini yanaşı qoydum və s. Burada çox səhv strategiya elədim. Siz mümkünsə şəffaf bu sobanın içinə qoyulacaq qablar olur, kvadrat formada olur və daha qalın olur. Elə bir şey də eləsəz daha uğurlu nəticə ala bilərsiniz. Kənarlardan tökülməməsi və səliqəli olması adına. İndi burada düyünü çox qəşəng şəkildə, yəni hər tərəfindən yayıram Norinin. Daha sonra isə labnə pendirindən istifadə edəcəm. Burada da krem pendir adına istədiyiniz bir krem pendir qoya bilərsiniz. Tamamilə düyünün üstünə, yəni hər tərəfli yaydım. Bu arada deyim ki, əslində suşinin əslinin özündə Yapon mayonezindən istifadə olunur, amma yəni labnin birəbir həmin dadı verdi. Bəlkə də bizdə də suşi hazırlayan yerlər Yapon mayonezindən yox, elə labnədən istifadə eləyir deyə elə həmin dadı deyə bilmərəm, heç bir fikrim yoxdur. Nəysə, artıq yəni düyünü tamamlamaq üçün labneni tam sərmək düzgün ifadə olmadı. Tam hər tərəfinə yayandan sonra keçirəm üstünün qarnitürlərinə. Mən dediyim kimi xiyardan istifadə eləmişdim, amma siz istəyirsiniz avokado qoyun, istəyirsiniz yer kökü qoyun, istəyirsiniz hər üçünü qoyun. Hətta anidən düşündüm, bilmirəm niyə belə bir ideya ağlıma gəldi. Bəlkə də yaşıl alma qoysaq o da ləzzətli olardı, heç bir fikrim yoxdur. Bəlkə də olardı, bəlkə də olmazdı. Heç nə, xiyarlarımı da düzəndən sonra indi keçəcəm qarnitürlərimdən krablarıma və ton balığı olan hissəyə. Başqa nəsə vururam? Bir də tam da tamamlansın deyə unagi sosun. Əslində burada labnem çox az qalmışdı deyə çox az yaya bildim. İndi görəcəksiniz. Unagi sosun hər tərəfə tökürəm və burada videonu saxladığım üçün siz görməyəcəksiniz, amma boşqabdan daşır dəzgahın üstü və yerlər, hər yer unagi sosu olur. Əllərim o qədər mət olmuşdu ki, yəni əllərim çox yudum ki, o sos çıxsın. Və sosdan sonra üstünə labnə pendirini əlavə edirəm, nə qabımda qalmışdısa və üstünə də Norini əlavə eləyirəm və bununla da əslində suşi salatımız hazır olmuş olur. Və suşi salatını yeyəndəki bütün fikirlərimi də növbəti kadrda sizlə bölüşmüş olacağam. Dadına baxa bilərik, amma bunu necə götürəcəyimi bilmirəm ki, ana. Bunu bıçaq. Ən pis şey Norinin şey olmasıdır. İstananda özünü apara bilməməkdir. Bir şəkildə artıq. Mən elə yiyəməmişəm. Neyse, nədən gəldi? Biraz götürürsən. Suşi dadlı. Həqqi. Artıq suşiləri evdə hazırlayacaq. Bunu rulan formasında da eləyə bilərdik əslində. Daha yaxşı olardı. İndi bunun oyunu budur da, belə salat kimi, tort kimi. Bayağı qəşəngdir. Krab sevən krabla hazırlasın. Krab sevməyən, məsələn, mən onun üçün bir tərəfini ton balığı ilə eləmişdim. Ton balığı ilə, istəyəndən öncə balıqla eləsin. Süper. Hələ bunun üstünə küncü tökmək yadımdan çıxdı. Göğ arasının üstünə küncü tökəcəydim. O vapşə əl olardı. Dənəndə onaylandı arkadaşlar. İndiyə kimi belə qəribə edib ən bəyəndim məncə budur. Səncə mandularım qəşəngdir, yoxsa bu? Mandu eləmişdim. Səncə onlar qəşəngdir, yoxsa? Bu daha dadlı. Və anam bəyəndisə, demək ki, həqiqətən dadlı olub. Heç nə. Kimin sushi yemək istəyirsə, bölüb gələ bilər. Orada siz görmədiniz, çünki təşkil saxladım. Bu düzəltdiyim unagi sosu var ya, yarısı poldaydı, yəni tökdüm pola, dəzgahın üstünə, koftamın ətəyinə, yəni hər yerdə unagi sosu var idi. Əlimdən məti 5 dəfə sabunlayandan sonra çıxartmışam, yəni. Amma dadı zordur. Məncə bunu bu qədər dadlı eləyən həm də o unagi sosudur. Və almaqdansa evdə hazırlamaq həm daha münasibdir, həm də daha ləzzətlidir məncə. Hədə heç nə belə. Anam iştahla yediyi üçün deneyində onaylandı, dadlıdır. Yeyə bilərsiniz ya da gəlib bizdə də yeyə bilərsiniz. Bye.